Öncə onu qeyd edeyim ki, Mark Rutte Haqa deməli konfransından danışdı. O konfransda xatırlayırıq, tamaşaçılarımız da xatırlayır ki, Trump açıq şəkildə NATO-nu və NATO üzv dövlətlərini, müttəfiqlərini təhdid etdi, şantaj etdi. Hətta tədbiri tərk edəcəyi ilə bağlı da fikirlər səsləndirmişdi, vaxtından əvvəl tərk ediləcəyi ilə bağlı. Yəni, həmin dövrdə üzv dövlətlər heç bir halda 3,5 və sonradan 5% ümumdaxili məhsulun 5% həcmində müdafiə xərclərinə ayrılması ilə bağlı məsələni ümumiyyətlə qəbul etmək istəmirdi. Amma bugün Mark Rutte onu artıq böyük bir nəticə kimi təqdim etməyə çalışır. Bu onu bir daha göstərir ki, bəli, ABŞ-nin NATO üzərində kifayət qədər ciddi təzyiqi var və NATO üzvlü dövlətləri, xüsusilə də Avropa artıq bunu qəbul edir. Bu bir. İkincisi, keçən sizin dediyiniz məsələ, təyyarə ilə bağlı məsələ. Bilirsiniz, dəfələrlə Polşa ərazisini, Bolqarıstan ərazisini, Pribaltika respublikalarının ərazilərinə, hava məkanlarına Rusiya təyyarələri, hərbi təyyarələri, dronları müdaxilə edibdir, sərhədləri pozubdur, həmin hava məkanına daxil olubdur. Bu günə qədər hansı biz ciddi bir addımı gördük? Yalnız bir halda Polşa ərazisinə daxil olarkən bir neçə Avropa ölkəsindən, xüsusilə də Böyük Britaniyadan bir neçə F-16'ların oraya göndərilməsi ilə bağlı məlumatlar eşitdik. Bundan başqa hansı ciddi addımlar atıldı ki, bundan sonra da deyilən bu bəyanatı, yəni həmin o təyyarələrin ələ keçirilməsi və təhlükəsiz şəkildə geri qaytarılması ilə bağlı və ya təhlükə yaranarsa məhvi ilə bağlı, məhv edilməsi ilə bağlı addımların atılacağını da ciddi deməli qərar kimi, real qərar kimi qəbul edir. Hesab edirəm ki, bunlar hamısı açıq şəkildə NATO'nun Rusiya ilə qarşı-qarşıya gəlməsi, müharibə vəziyyətinə gətirilməsi ola bilər ki, təəssüf ki, NATO hələ ki buna hazır deyil. Rusiya tərəfi bunu çox gözəl bilir. Bildiyi üçün də heç bir halda Qərb tərəfindən edilən təhdidləri təzyiq kimi qəbul etmək istəmir. Mən sadəcə bir misal çəkmək istəyirəm. Almaniyalı bir general Rusiya kifayət qədər zəifdir, bizim təsəvvürlərimizdən də zəif imiş, hücumları demək olar ki, demək ki, reallaşmır, nəticələr vermir. 3 il bundan qabaqdakı təsəvvürümüzdəki Rusiya deyil ki, fikirlər səsləndirir. Amma elə bir neçə gün bundan öncə də Almaniyanın özündə bir sosioloji soru keçirilmişdi və təxminən 50%-dən bir qədər yuxarı insanlar, hətta Almaniya təhdid olarsa, hücum olarsa, silaha sarılıb Almaniyanın müdafiə edilməsi prosesinə mənfi cavab vermişdi. Yəni, biz müdafiədə iştirak etməyəcəyik. Yəni, belə bir cəmiyyətlə, belə bir dövlətlə sən Rusiyanın da indi durub bəyanatlarda, açıqlamalarda zəif olaraq təqdim etməyə çalışırsan. Hansı ki, 1.300.000-dən Ukrayna tərəfinin verdiyi məlumata görə 300.000-dən artıq insan itiribdir və Rusiya cəmiyyətində hər hansı bir narazılıq yoxdur. Bu, Putin siyasətinin müdafiəsi deyil. Mən bunu demək istəmirəm təbii ki. Bu, həmin cəmiyyətin, avtoritar rejimin yaratdığı bir situasiyadır. Mən bunu qəbul edirəm. Amma bütün halda Rusiya cəmiyyətində hər hansı bir narazılıq yoxdur. Deməli, bundan sonra da 1.300.000-i də qırmağa da razıdır ki, Rusiya öz maraqlarına, öz hədəflərinə çatsın. Qərb buna hazırdırmı? NATO buna hazırdırmı? Təəssüf ki, hazır deyil. Ona görə də səslənən fikirləri hesab edirəm ki, bəyanatdan irəli gəlməyəcək.